Pis, çok pis. Onlar güçlüdür, sen zayıfsın. Bak o ne mənası? Dünya o bir uzaklıktan beri seni çok uzaklar. Yani çok güvendiğim adamla beni tanışta ben ne ederdim? Boş danışma soruyanım. Seni kurtarmak için elimden geleni ederim. Lazım olsa canımı bile vererek. Ama başka çıkış yol görmüyorum. De görüm şehzade harda öldü, necə öldü. Elbette varsa bizi bir kadının kapısında konuşurdu. Şahzade yurdu sürdü. Allah bu caizbəli qadınların cəzasını versin. Yanında biri vardı. Onların özünden razı ve siz Allah'ını görmeliydim. Beni görende sanki düşman ne diyor? Kılımızın sekti, ölsümeyi. Sanki şire üzülüydü. Karanlığa, tam bir şuraya bastı. Kılımızı sektim, hepiniz karşı karşıya. Kılımızı bana bağlarsa. Değil! Şahzade yolda seni veriyor. Hamza, dayan, nereye gör? Yalnız bundan sonra onun için korkuma şaşırdım. Son sözler bir oldu. Behsiz adam dedi. Sen kimi öldürdüğünü bilirsen, ama üzülme. Ölünmeme sebep oldu. Havalar dağılmış. Ve güzel, ama bunu kim yaptı? Kaçsın orada. Dinlenmeli olayın kim kaçsın? Ben yeri suçlarında Saraygos artık çok geride kalmış. Bu sırrını kısmarayamam. Seni evinde gizledebilmem bu krala karşı gelme olar. Başka bir suç yol görmüyorum. Dayan. Yakın gel. Deməli, ağlıma bir fikir gəldi. Yaxşı bulaq. Yox, özüm gedim. İyi yaxşı, narahat olmuyor. Sen az olmayın oynayasam ki, beni dərdəm ayıcıya bilməyəcəklər. Mən inanıram. Sən bunu nazarısın. Valyarım, kimse geldi. Kimsə yox. Bir kişidir. Mən ucanın müdürünü çox yaxşı tanıyıram. Mənim işim malda Telegramın əmsilidir. Ferda da burada yaşayır. Əmsinin yanında. Amma təəssüf ki, biz çox az görüşürük. Amma indi sən buraya gelsən, mən hər gün səni görməyə gələr, heç olmazsa ona salam verə bilərəm. Başka. Atam benim! Geliyor bana! Neredesin? Beni bakar! Burada sen! Yok! Aferin benim! Magnezya'nın güzel yeriymiş. Sen ne tutuyorsan Leonardo? Sevmelisin. Hiç kime görünmeden bu deneyim o gelecek. Sence benim kapsüleklerden neyi verir? Ona elə sağlılar deyib, çöl çıxmağa belə qorxur. Evdən qaçan bir qızın atası olmaq. Baxımsız bir mökan arası onu qazandırmır. Sen sevdiğim kurdaşlarımı bilseydin, bana derdi yerdi. Heç çıxılmadan necə verdaşa versin? Daha az olur. Məncə etdiyinizin dəlil olduğunu qəbul edin. Mən kimin əslində amalım biliyinə ata evinizdən qaçdınız. Beni danışma Leonardo. Sen özü de bilirsin ki, ben seni sevdiğim için bakmışam. Bir de ben bir her sonunda öz adımı kime bilecek gibiyim, ha? Leonardo. Hani bir sevilecek yerine beni pişirirsen. Bir nökərə qarşı verilən sevgi dəyərsizdir, uzun sürməz. Siz də sonsuza qədər aparmadınız, yarıda qoydunuz. Elə bir siz səhərlindimlər, peşmansınız, ona görə. Pişmanım. Sana nöker oldu dediğimden beri değişen nedir? Nöker değilsen. Bəli, sadəcə yaşam. Bravo, daşı yaşamı, al daşını, nə bilim, gəl təmizlə əqqablarımı. Senden olursan. Yox, əydin. Dağın yerindədir, mən sevmişsiniz. Ben seni sevmeseydim, güvenmeseydim, seninle kaçıp buralara gelerdin. Bəs sahibi, mən ondan zamanladım. Mən sevgilisi yox, sıkıldığınız qaçdınız ata evinizdən. Bilmemiş gibi davranırsan yanlarında. Sen özünde bilirsen ki Ahlan beni illerdir bir üzerinden evlendirmeye çalışır. Bugün de birini tapmıştı. Desene güvenebilmeyeceğin birini sevmişem meğer. Bırakın bunları. Qaçarkən götünüzdən cəvayətdən mən edim. Elbette gidip bir yere yerleşir sonra. Yox, indi buraya gəlir, indi verir. Niye? Sahibi sonra gəlir. Bulunuzun biri. Bir deseydi mən olayı istəyərdim. Elbette al bu yüzüğü sal. Sonra... Qalan hamısını da verir. Yüzüğü. Hamısı. Sen benim elim olacaktın. Ya başqa işlər mənə ver, ya da səni öldürəcəm. Ben sana inanmıştım.
Artık sözler şu. Aşı yoktu. Yok tapsodu. Kürkürleri. Mümkün niye? Senden bir tanesi soruşsan, özünü yoksa. Gülüşüne inandım. Sadakatine aldandım. Artık sözler şu. Peki o pencereyi yeni koysam her zaman. Ben de sen bunun dilinden daha yakınım. Yok. Sen benimle oynadın. Yanına gitme. Yanına gitme. Resmine değilsin. Ciddiyim seni. Yanına. Ama ben seni yiyeceğim. Olsa biliyor kendine kızlayabilirsin ki. Bütün günah bendedir. Atam beni birileriyle evlendirmeye çalışır. Yine birini tapmıştı. Ona göre de kaçtım ondan. Düz değil. Sevilen deyip aldattım onu. Beni koruyacağını düşündüm. Güvendim ona. Ben şimdi ben neyi yiyeceğim ha? Kimse gelir. Gitmem ben. Bir tabletle dermancısı olmazdı. Hiç narahat olmayacak. Ben onları özümle vazifesi edeceğim. Ama bu gündən müalicəyə başlamayın ha. Hiç narahat olmuyor. Ancak nezarete çaktırım ki siz onu ayrı palataya sallamakla çok yanlış ettiniz. Üzerlerine vurulan nüfus derler rahatlaştırır. Siz deyəsən fərqində deyilsiniz, o çox rahat idi. O ancaq dolunay günlərində əsəbləşir. Ondan başqa belə xoş və rahat günlərdə üzərinə çox da getməyin. Tamamilə içinə qapanır. Hətta bəlkə ölə də bilər. Bunu heç kim bilmir. Haklısınız. Diyorsan ben delikanlı, ruhum ister halanın arasına düşeceğim. Beni burada görseler benim neden olduğumu düşünecekler. Ben ne yiyeceğim? Bu iki kıza bakın. 2 O biri buradan göründü. Thomas, Belardo. Gelin buraya. Onların nəyi var? Onlar da sizin dostunuz kimi meşhur alimler. Neyse keşfedemeye arzusu onları deliledi. Thomas, Buyurun. buraya yanıma gel. Ben neyim? Kaçın. Sence sen yaxşı övladsan? Bəsləcə. Ama bir getir. Atamı sağsalan yerindən sonra mən atasız qaldım. Bu o demək. Övlad olacağım. Heç kimim yoktur. Görürsünüz necə məntiqli danışır. Mükemmel bir üstelik de zekası var. Ancak özünü tutup bir şey zannediyor. Niye olmasa? Ben gizli bir yere yumurtalarını koyuram. Tapabilirsiniz diye. Ama ne etseniz de doğuştu. Yuvamı size göstermeyeceğim. Bellardo, hele daftardığını tapmamışsan, Hayır, tapabilmedim. yazık kız. Beynini oğurladıklarını düşünün. Bəli, elədir. Amma bu planetdə beyinsizliyin fərqində olan desən təkcə mənəm. Qalan hər kəs beyinlərin oğurlandığından xəbərsizdir. Beyinsiz yaşında yoxluğunu da hiss eləmirlər. Oğulların istədiyi eləməz budur. Sus! İddia edin ki ben özümü ondan daha ağıllı hesap ediyorum. Her defede özüme vurur. Vay vay vay. Hələ bir özünü müdafiə edin. Sizi boş, sizi boş. Bu qadın kimdir? Aslan, yem laflarınızdan koyun değil. Sən, dayan. Hara gedirsən? Yoxsa səndə nəyi savuruluyublar? Kömeğe giymedi. Bir oğlu benim her şeyimi uğurladı. Yaxşı, yaxşı. O benim zinnet eşyalarımı, kürkümü, her şeyimi uğurlayıp kapardı. Kömeğe giymedi. Bu da delidir. Kıymetten değil. Senin sigaretin başıma geldi. Sen tam vaktinde gelmişsin. Əgər o beyninizi oğurlayıb sizi. Hayır, ne danışırsınız siz? Əgər o beyninizi oğurlayırsa məncə çox da karlıq sayılmaz. Yüzünde hiç mi kalmıyor? Her şeyiyle melek kömeğe giyin. Bu her Valencia gelen kim başıma geldi? Zavallı kız. Oğullandım diye tutturup Mənə bax, Thomas. Bırakın beni. Eğer bir tanrı olsaydı onu benimle paylaşını bölüşerdi. Şimdi bu halınızla bana yazdığınız geldi. yazılımız geldiği için seni öyle bir yere gönderesi ki orada aktardığın her şeyi yapacaksın. Aparın onu içeri. Bağlayın onu. Allah'ım niye? Allah'ım niye? Evet oğlunu tutun. Oğlunu tutun
qızla maraqlanmaq lazımdır. Görüşən nə dedik sana? Amma dostumu palatya salmayasın, hə? Heç narahat olmuyor. Amma o özünü yaxşı aparmasa, basa kim onu kəlir? Nələr gördüm bu qısa zamanda. Nə əcayib şeylər. Öz ağıllı dostumu gətirdim bu dəlilərin arasına saldım. Və mən bir dəli olaraq ayrılıram buradan. Ya təbiətin özənərək yaratdığı bu gözəl qadın, bəlkə də dəli deyil, özünü dəli zənn edir. Mən onu yenidən görməliyəm. Bəli, görəcəm. Bəs Fedra, ona nə olacaq? Neyniyim, unudacam onu. Mən indi bir dəlini, dəlilər kimi sevirəm. Herifler! Haradasınız? Yok, burada değil. Ne oldu bana? Necə belə bir şey elədim? Dəli kimi küçələrdə qaçarkən gözlərim birdən ləccəvarətə ilişdi. Mən bir oğruyam. Mən səfil, alçaq bir oğruyam. Herifler! Haradasınız? Gəlin alın bunlar məndən. Al və bağışla günahımı. Yoksa aklımı itireceğim. Herifler! Çok sağ ol Ayla. Sen olmasaydın ben bu həyata asla inə bilməzdim. Qoca müdürümüz, əmin bugün şəhərə getdiyi üçün enə bildik. Mən sənə öz yaraşıqlı sevgilimi göstərmək istəyirəm. Əsəbləşmə, yaxşı. Deməli sən bir dəli aşıqsan. Sevən hər kəs dəlidir. Əgər onlar yetərincə dəli deyilsə, deməli kifayət qədər sevmirlər. Yaxşı adam eləyəcək, hə? Necə də qarışdın? Sən nə? Dünəndən hazırmışsan. Bir görsən, necə gözəl adamdır. Şey kimi. Adəm kimi? Yox. Aya, bu kimdir? Yox. Apollo. Apollo. O heç də dəliyə oxşamır. Ona dəlicəsinə aşıq olmağımın səbəbi susarkən görməkdir. Fikirdir. Danışma. Səncə susur. Desene dilsizdir. Layla, dilsiz adam özünü necə sevdirə bilirsən? Niye de olmasın? Bizden güzel bir heykele vurulur mu? Odur ki, yüreğimi güzel bir heykele, meniler bir heykele verir. Devletlikdə elə belə başlayır. Sən daş gibi səssiz, həm də dərin belə vurulursan. Bəli, Devra. Laf yaxşı. Mən Valeriyo'nu sevirəm. Təəssüf ki, birbirimizi çox az görürük. Ama ne kadar güzel olsa bile ben bir deli sevə bilmərəm. Sən en azını gəlin Layla. Bunun sonu hiç yapıyorum. Sevən sonunu düşünməz əzizim. Bəs yaxşı. Onun dəliyi necədir? Bu qışqırıb bağırır. Yoxsa dişləyir, işləmə. Yox əzizim, yox. Dolunay günləri. O zaman dişləyir. Yox. O hücum edir. O zamana qədər də coşan sevgimdən dəli olacaq. Zənginliyə öncesine gidəcəksə, bizim xoşbəxtlik yoldaşını birləşdirəcək. Başa düşürəm. İkiniz də dəlisiniz. Ona ay, sənə də günəş lazımdır. Böyləcə qarşılıqlı şəfanızı taparsınız. Bax o gəlir. O gəlir. Aha. Məni zəncirləyəcəklər. Belə şey mi olur? Siz ki bu şərəfli, hörmətli bir sahibisiniz. Belə deyil. Ya seyirbazsız, yoksa gizə baymışım. Ardımda gəlin və göz yaşlarımla necə yayıldığımı görün. Sən
Hepsi bana bakıyor. Bu nedir? Karşımda tifkim dikildir. Halbuki ben balaca bir kuzuyam. Ama sizin o ahmak başınızı döşsünüz efendim. Yok dayan. Gazetelerinde böyle olur. Yoksa sakin. Kalkmayın Gezal hanımlar. Kaçmayın benden. Ben beşi bir kızıl derdi değilim. Sevgi yüzünden buralara düştüm. Hamınıza numune olmak için. Ben hem alizana bir adamım hem de değilim. Akıllı olmanın ne faydası var? Ben burada bile daha hoş yaptım. Bir kadını sevdim. Hem de nece? Ha? Sevdim. O çok güzeldi. Hem de akıllı. Nece güzel. O neciydi? Neci? Ve sonra? Budur. Cemiler. Nece? Onlar nöbet uzaklar. Benim stolum. Elcezayra krallar. Belki de beni sayada saklar. Of. Bütün suç yerlerine dolacak. Aha burada su yoktu. Sakin. Kime demeyeyim bunu? Hiç gözlerini de ondan ayırmırsan. Senin de hoşuna geldiğine değil mi? Görürsen kim onu cevherlik deliliğini artıracak? Sen olmak isterdin ha? Ben onu parda dayandıracağım. Bilerdik. Bunlar boş hayallardan elimizde. Hiçbir hareketi yoktu. Söz vermem aynı. Sevmeyeceksin. Kahraman Edrem. Nice söz verebilirim? Kıskanla, istiyorum onu. İstersen. İstersen. Çekil, sen ya. Ağlı, yerine de. Bundan kurtulmak için saçınıza zeytinyağı ya da yarasalarını sıkanmışsınız. Bu sadece saçınızı tökmeye yaramaz. Aynı zamanda kıskancınızı almak var. Üçü nereden almış? Deli olmazlar bilirdim ki ya. Hansızsa meclisin üzvü ya da kim bilir, akademi. Siz beni çok hoşbakt etmek isterdiniz mi? O neydi öyle? Niye? Sağlamlığıma kavuşturacak bir ilaç olabilir. Belki de beni uğur götürür. O zaman siz beni sağlamlığıma kavuşturan bir Apollo ilahisi vardınız. Ben de sizin kulunuz. Budur Apollo dedi. Bir nevi bu kadar ters olabilirmiş. Bəli, o mənim tilsim olacaq. Görürsen kırmızı daha yaxşıdır. Baxın hələ bu bədbəxt yeni gələn. Nədir taloşu mənim yerimə? İstədiyim süd və şəkərdir. Sənsə ot və saman atırsan önümə. Belki bu benim şeyim size daha faydalı olur. Bəli, çünki bu yaşıldır. Yaşılda ümid var. İndi görürəm ki, şübhələnməklə yanılmamışam. Artıq köhnə sevginizi düşündünüz. Sən nə qədər tutursunuz? Ferda, görürəm çox maraqlı sənə. Yox, bütün cəhdlərini onu qəzəbləndirməmək. Yoxsa səncə mən bu cəhəngətdən qulaq asarım? Selya! Qapı rəhli qız! Məni məhv etdi. Ürəyim bütün bağrılara dözə bilərmi? Kimsə gəlir. Kimsə gəlir, səni görməsinlər. Da gəl. Hayır, mən də görməsinlər. Ora gizlən. Dur da. Neyse, taxamıyor mənə. Taxamıyor mənə, incitirsiniz mənə. Sakin ol. Dəli qadın. Mən dəli elədim, amma dəli deyiləm. Bu cazigar dəlilərin yoxsuna girdi. Bəs qarşılığında nə verir? Tez ol, yanasa bir şey verəcəksin. Siz ikiniz kimsiniz? İki zərərsiz insan. Siz burnunu sokun bu işe. Neydi? Bize tutun benden. Oradan her şey gözlemiyorlar, bunlar delidir. Ha, değil mi? Ben de Allah aşkına öğrendim. Belki onda ben rahat bırakarlar. Tez ol, ödedim. Ne ödemek ya? Bütün pulu da ben sağ. Ben yukarı kaldırırım. Ama derhal kaydedeceğim. Dokunmayın bize. Nece güzel varlığı gördü gözlerim. Zahiri. Nece de üzerine eller atırsam mutluluğunu. Ödemeyeceksen tez ol, öde. Ayak bastı pulumuzu ödemezsen. Ben artık uzun müddettir ki ayakta bastıram.
Ne istiyorsunuz hain köpekler? Bizə verir cənab. Ha, ne istiyorsunuz dedi. Ayaqdan bütün polisiyirik. Ha? Belki bu yüzük sizin işinizi görer. Baxara geçirdi. Ha, çok güzel. Götürün, gününüzü süreyin. Ömrünüzde bir Allah olsun. Amin. Hamı eşitsin. Bugün hər kəsə qorxa. Çok belki kadar namussuzsun. Çalışmalarla. Niye burada ışıklanmışam? Deyəsən, qorxudan hərəkət edirəm. Onun baxışları başımı çox qarışdırır. Neden güzelliği itilersen, aralıklar sarsılar. Təəssüf ki, bu kızın da ardında olan tamam. Ama nereden tüm güzelliğiyle karşımda dayanır. Bu yazıq bədbəxt adam, içi bilinməyən zəhərlə doldurulmuş qızın qurdan kimidir. Amma eşk şərbetiyle dolu gülün qıqqam olur. Bu korkunç evde bir müddet davasının önünde yine tam öleceğiz. Onu görenin meclisine sonra muamele edildiğini göresen. Ey sevgi tanırsın bir de o. Attığın da o, ansayiş yanında bilesen hoş olanı. Kaç danışa bilsəm onunla. Necə olur ki, bu qədər adamın bu qədər hoşuma gəlir mənim. Onu tamamilə bağlamaq istəyirəm. Bəlkə də məni nahaq yerimdə sanmayırlar. Delilik bakışlarınızı bulandırı bak. Kaldırın başınızı. Güneşe bakın. O size gülümsüyor. Görmüşsünüz. Bir deli gibi danışmışsınız. Yanılırsınız. Siz gören kimi aklını bitirdim. Söz veriyorum size. Bundan sonra yalnız deli için davranacağım. Beni bırakın gidin. Evet. Bəs mən bu dəli olmaqla nə etilərəm? Ağıllı olmağın nə faydası var axı mənə? Tez olun. Ahmet yanıma hazırlasınlar. Sevgilim Monika beni gözleyip ben onun yanına gideceğim. Mənim də atımı gətirsinlər. Qılıncımı versinlər. Keçmiş sevgilimi dəfn etdim. İndi yeni bir sevdanın arxasıyla gedirəm. Siz atmine. Tez atmine. Gələk kömək edin. Neyi? Bırakın. Siz benim güzel bir şey olduğumu bilirdiniz mi? Gözəlliyinizi gördüyüm an anlamışdım. Söyleyeyim mi? Sevginiz mən olacam mı? Ricardo'nun aklı başındaydı. Deli değildi benim sevgilim. Yani sen ona bilmezsin. Düz değilsiniz, mən dəliyəm. Amma içimi görə bilsəydiniz, dəli olmadığımı anlayardınız. Adın nedir? Belton deyirlər mənə. Sen o zaman ona hep olan değilsen. Yox, deyiləm. Yalnız cümə günlərimi öhənc oluram. Amma sən istədiyin adı deyə bilərsən mənə. Ben bunu gitgide daha çok beğenirim. Ya bu deli ya da ben anlamışım. Yəqin o mənim dəli olduğumu düşünür. Olsun, oynayacağım bunu. Ağlanmaq üçün bilirəm şahidimə. Beni de para gözünüzde. Mənim itlərəm oradadır. Bəs şahidim? Ama artık şahidinin gözlerini bağlayayım. İtler bakır. Kes o tabineyi. Bak, istibiş gündə şirin bir ispan koyup tutacağım. Kontrol değil. Ovçuluklar erkekler. Ben derhal torba tutmak istedim. Boşuna vaxt işledi. Şəhri artıq, torbaları. Nədir bu? Dəli sevgili rol oynayırsan, ha? Elə deyil, elə deyil. Onu çok sevirsən, ha? Buraya gelin. Size burada giyinen paltarlardan verin. Bırak, toxunma ona çıtdanların kralı. Buna bak, buna bak. Sen onu koruyorsan. Aferin, aferin. Yakında uşağın eşiğini de var.
Bəsdir! Siz ikiniz bir də birbirinizi görməyəcəksiniz. Getdik. Əlvida, gözəl gəl. Əlvida şirin dəli. Mən özümə gəlib düşünməliyəm. Bunu bitirməməliyəm. Ey ağıl! Mənə nə oluyor o göstər? Çılğın işləri qarışmayın. Bir dəli qaz, bir dəli qız. Bir dəli qız üçün özümü bitirməməliyim. Yox, yox. Belə olmamalıdır. Bəs. Polino, sənsən? Bax buna, nəsə dostum deyirlər. Nə olur? Güzarım niyə bu yerlərə? Dayan, tələsmə. Sən üçün gəlməmişəm. Özüm üçün gəlmişəm. Bütün həyatım, xoşbəxtliyim, hər şeyim bu gəlişimə bağlıdır. Yoxsa mənim haqqımda bir şey işləyirsən? Yox, yox. Sənin məsələni bilən yoxdur. Dostum, dəli olan mənə, dəli paltarını sən geyirsən. Amma dəli deyilsən. Bəlkə şirin balaca sevgilinə nəsə olur? Ya, onu unut. Bəs nə? Florianım, biraz əvvəl bura bir dəli qadın gətirdi. Üzüm göydəki mələkləri qısqandıracaq qədər gözəl. Onu gördün? Səni mi sevir yoxsa? Yox, mən onu sevirəm. Yaxşı da. Dostum, zarafat elə. Dəli olmuşam. Dəli olmuşam. Vah, vah, Valeriyo. Mən bilirsən kimi gördüm. Sənin şirin balaca sevgilin Pedro. Dedi ki, mən Valeriyo'nu sevirəm. Gözüm ondan başqasını görmüş. O da məni sevsin. Gözüm ondan başqasını görməsin dedi. Evlənək, balaca, şirin, balaca sevgilin. Çok mutlu olsun dedi. Sən də nə edirsən? Çok daha gözəl bir sənin söz. Başqasını nə edirsən ki? Yox, o daha gözəl olsaydı onu seçərdim. Bu daha gözəldir. Yaxşı, o bir şey dedi. Gözlə! Bəs artıq. Tayinməyə bulduğu şilələrdən bezmədi mi? Bəli, günəyatım xilas oldu. Amma ölümə tezlə yaxınlaşdı. İki gözəl göz gördü gözləri. İçində dəliliyin ateşi yanırdı. Hər boynu döndüm etrafı. Yandı, külə döndü. Sanki cəzamaz demiş kimi Talih ən yaxın dostum Valerion'da bu işin içine karıştırdı. Şimdi o da benim için bu kadını sevdi. Onu evden bırakacak, kulluk edip sağlayacak mı? Ey sevgi tanrısı, insan senin büyük güzelliğine... Ey sevgi tanrısı, insan senin büyük güzelliğine rekabeti parmağa çalışanlar gece bir boşluğa düşür. Ulu Tanrı, deli kız, benim olsun. Buralarda boş dolaşıram. Düşünürəm görəsən, mənim üçün darıxan, mən axtaran var. Mən onunla məhz burada rastlaşmışdım. O bəlkə də məni hatırlamır, bəlkə də artıq mən yoxdur. Ben? Amma yenə də dağılır, qapalı. Qaranlıqlar içində sanki ona bax. Sevgi bir növ dəlik deyərdi. Amma mən inanmadım. Elə lağ edib dodağımı büzüşdürərdi. Amma indi halına bax. Mən bir dəli artıq dəlilər kimi seviyorum. Kızlar tutmalıyım. Mən ona tərəf çəkən şey nədir? Damarlarında sanki minlərlə kiçik şeytan dolaşır. Siz edin ne edirsiniz? Bir şey fikirləşirdi, bitirdim. Yox, sonra siz tapdınız. Bəli, yox. Yaxşı, sizə işdirəm. Necə kömək edə bilərəm sizə? Başa düşmürsən, Petra. Ürəyim cəhənnəm ateşində yanır. Yaxşı, yaxında sən də gelərsən deyə o tərəfə rahatlığa qovuşarsın. Rahatlığa qovuşmaq. Mənə gizlidir bu sözlər. Mənə heç bilmədiyim duyğular hiss etdim. Qısqanclıq. Nədir?
Heyvan müebbəsindən şərbət hazırladılar dedi. Don Juan gəldi ağlıma. Nə demişdi sevgili Sanmaya? Bir qadının en güzel tərəfi onun qulaqlarının qız ayırması. Necə olur sənin bu qəribə hərəkətlərindən, sözlərindən qorxmuram. Əksinə, onun cəhil danışıqları mənim istəyimi artırır. İtirdiğim şey tapdın. İtirdiğimi deyirəm, tapdın. Əgər onu tapsan, sənə çox gözəl bir ördək verər. Yaz. Öpücük sanmışdım. Bilirəm, qəlisən. Ağlını itirmirsən. Kaş ki, onu mən tapıb gətirsəydim sənə. Çünki Məmnuniyyətlə qarşı... sənə verərdim. Ha, mənə görə. Çünki qarşılığında nə alacağını çox yaxşı bilirsən. Şirin balaca fil balası. Bax Tombolqası. Bu arası. Sevgi və dostluq. Bəli. İkisi də səndə çox sıxıcı durar. Yaxşı. Sənə verdiyim yemək yeməyindən Yaşıl deyin. Tirdim onu. Onunla beraber ümidlərimi de. onun bir icazə ver sənə başqa gündür. Ver. Mən də onu yeni sevgilime verelim. Orada dur o. Görmüşsən burada. Kasında şey değilsen ha? Onu qucaqlamaq istəyirəm. Görəsən onu qucaqlasam nə olar? Sən bu pis dəlirsən. Bu bir günah sayılmaz məndə, hə? Sen ne istedin? Ne olur? Niye taşıştın? Of, bacarıram. Qucaqlayabilirim. Gözəl. Çox gözəl. Belə çıxır ki, burada yeni bir sevgi oyunu var, hə? Sən mənim əlim olacaqdın mən. Sən çağırdın xanım. Bu qədər aralıqsız sokaklarından yazıcı nə işiniz var, hə? Bu çəkil almışlı saç. Bu fərqli kimin üçündür, hə? Sənin. Merhaba. Merhaba. Bu benim. Başka bir bireyinle nişanlandık. Eşittin beni. Bunlara bir takip dur. Bu kıskançlık. Hiçbir bahseti ben çürüye hele de bilmezdi. Şimdi anladım ben ne kadar sevdiğini. Ne oldu? Niye susursan? Niye bu dağın bakışlar? Yoksa o ağılsız kızı hakikaten sevdiğimi düşünürsen ha? Bunlar hamısı zarafattır. Yaxşı, bəsdir sənin üçün. Əgər belə bir şey etmişəmsən, eşqimizin ateşində yanıb külə dönüm. Narahat olma. Özüm yandıracağım seni. Eğer rahat olmasa, çelliğe sana durduracağım. Ben bırak ayağımı basandan beri seni gördüm. Seni sevdim. Ve beni başkalarıyla da aldatmana göz yummayacağım. Merhaba. Özünü koru. Yoksa bir solar. Ey sevgi tanrısı Cupido! Bu kızın ağlını başına getir. Eğer yoktursa başkasından da ona ver. Ey sevgi tanrısı Kupido. Belki de bu insan bütün ömrü boyunca deli olur. Ama benim için ona şefa verir. Ulu Tanrım! Yeryüzünün bütün güzelliklerini kızına zermek. Onu ağılsız koyma. Ama Tanrım! Bu deli beni sevmişsin. Rabbim bana karşılık versin. Yaxşı. Gel verelim. Söyleme. Beni az da olsa sevirsən. Seni görəndə şərab içmək istəyirəm. Yanımda da təzə adam istəyirəm. Sen azlıktan sıkmış bana verilen təzə çörək kimisən. Nəsə, boş-boş danışırsan sən. Yoxsa dəli deyilsən. Nə? Deyiləm. Doğrudan. Mən deyiləm. Bəs sən? Mən də deyiləm. Bu çılgın paltarların üstlərini giyinəcəm. Səninlə məni burada məcbur geyindirdilər. Bəs niyə buradasan? Mən burada öz nökərimdən dava elədim. Sonra da məni qoluma saldılar içəri. Ha, belə deyil.
Bəs yaxşı. Tutaq ki, bütün dediklərimi doğrudur. Bəs sənin? Neyse. Yox, Dedikler doğrudur. elədir. Yaxşı, susma. Danış, bir şey de. Ben seni sevirəm. Başka ne diyebilirim? Mən. Başınızı patlatmak lazımdır sizin. Tamaz. Beyler doğardısınız. Ne olur? Bu ikisi bir de birbirini görmeyecek. Aparın bunları içeri zence kurun. Tekrar etmeyin bana sözlerimi. Ahmar, bu kadar yalanlar verirsen, bunu əxlaqlı, ağlıq, başında insanlar yazır. Zəhərli deyirlər ama əxlaqlı mamur istəyirlər. Sen hiç burada hiç insanı burun buruna görmüşsən? Hə, görmüşəm. Siz deyəsən bu ayaqbasın işin yerdən çıxmışsa, Hə, yaxşı, yaxşı. Nə istəsən eləyəcəm. razılaşdım. Qıza toxunmayacaqsınız. Çıkın gelin buradan. Deli adam deli bir kıza aşık olur. Tercihli hiç de yoktur. Melek gibi güzel olur kız. Bu ağırlık kocanı da şaşkırmadı mı? Ey sevgi tanrısı Eros. Bunlar hepsi senin işlerindir. Ben bu yaşımda dostlarımla şarap içmeliydim. Neyse, yine de ben hoşbahtim. Thomas! Yaxşı çağırdınız. Əmin olunuz gəlir. Liberito! Bəli, Çağır gelsin. bəli. Hə, əmim oğlu. Hoş geldin Erbil'in oğlu. Mən Valencia'ya geldim ama seni ziyaret etmedim, heç kəs deyə bilməz. Kucağına beni Erbil'in Seni üç oğlu. sefer kucaklayacağım. Birincisi dostum olduğuna göre, ikincisi yaxşı insan olduğuna göre, üçüncüsü əmim oğlu olduğuna göre. Çok sağ ol. Geç otur yorgun olmalısın. Hə, yorgunam. Saragossa'dan buraya gelmişim. Ne için buraya geldin sen? Gelenler. Şahzade Don Raniero'nun başına gelenleri eşittin. Eşittim ancak bir şehir nağılından ibaret değiller. Keşke nağıl olaydı. Ama nağıllardaki şehzadeler o bederken öldürdüler. Bizimkisi bir kadının kapısında öldürdü. Onu öldüremez zaten. Narahat olma. Şimdi katil tutmak için bütün ülkenin hakları. Ümit edirəm sen onu tutacaksın. Karşılığında da yaxşı bir bəxşiş alarım. Elbette tutasın. Bir ressam onun portretini seçti. Elinizden kaçabilmez. Tabii ki. Ver şekle bak. Ne? Şekil. Buyur. Yaraşıklı oğlanmış. Bu altta ne yazıyor? Florian, yaş 29. Hey, cavan oğlanmış. Yaman yazdım geldi. O bizim dediklerimizi eşitti. Yok görürsen balık tutun. Gizli bir işti. Bunun iletişim haberi olmamalı. Olmayacak, olmayacak. Bu gece burada ya. Birlikte nahar edelim. Başsın. Sana hediyem var. Benim için en böyle hediye seni görmeydi. Deli. Ne çok stabil bir sen yazı. Beyninizin necə faiz istifadə edirsiniz? Qumda da balık tutan görmüsəniz. Bunları dolu getir birlikte. Dünyada ən axmaq şey sirdir. Elə ki sirrim var, heç kəsə deməsən bilməyəcəklər. Elə ki kiməsə dedin, o sir deyil. Mən ən səmimi
qadın kimi gəlsin məni tutsa, bəs başımı qoparmazmı? Məni üzüm üstü babamla doldurup yemezmi? İllər sonra dəxt edəndə deyərlər ki, ağırdır. Əlbəttə ağır olacaq. Qatilin gizlətdisi içində iki bilirsin. İkisi qəbir içəridir. Aman Tanrım. Beytan, İlklerde ağrı sizdedir. Sizce katil tapanlarda onu dayanmak yerler. Hansı qatil? Şahzadə Raymon'u öldüren katil. Bir dəstə adam gönderirler. Şəklinə bak. Ne danışırsan Bertram? Bunlar sen kim dedi? Oh, Negat deyəm. Mən Beytan deyəm. Saragossa'dan bir əcnəbi gəlir. Bizim koca Sanonun əmsi oğludur. Ya da birisi oğlu. Nəsə qorxudur. O da katil. Doğrudan. Bəli. Mənim qapımda bilirdi. De kuşum, de. Kuş adı kimi? Kuş, leylek, Gelin serçe, Yok, sen nefes tutun. Bu kadar lazımsın. Florya olmasın? Tahtım. Floriano. 29 yaş. 28. Ne? Ne bunlar ne? Ben derhal gidip görürüm neyirəm. Ne? Bana atmayacak. Derhal gidip baxım, görüm neyirəm bilir. Sen burada kal. Sen de dal olduğunu bilir. Ama gel de insanların kendilerinin de alımlı olduğunu inanır. Ellerim bağlıdı ama yine de gelebildim. Bu çındır bu. Thomas, nasıl sen beni ha? Hiç düşünmüyorum. Ama sen ehtiyatlı ol. O koca sen burada tapsana, daha ağır iplerle bağlayacaksan. Karışmayacak. Onsuz da elim bağladıktan iğneye bilərəm ki. Həqiqətən? Tez ol, ayak bastı pulumu ver. Tez ol, mənim ayak bastı pulumu ver. Bilirsiniz. Dəlilərə görə dəlilərin başında bir şübhə olur. Hansı ki onların dəli olduğunu anlamaq. Çok sağ olun Gözəl xanım. Beni o karıların olduğunu görüyorum. Atam değerli ki, yatan şokları öğretmek için başına çekilse. Yazım özü tutup şey tabii. Bəzən ona baxımdan tutur. Quş yuxusuna düşür. O indi xoşbəxtdir. Keşke Benton da burada olsaydı. Onda biz bir yerde torba dikerdik. Kanat açıp duvarların üstünde dikerdik. Elifila. Elifila. Sana ne oldu? Nece? Sen niye bilirsen? Biri var. Saragossa'dan geldi. Məni axtarır. Yani katili. Cibinde şaşın da varmış. Seni niye yiyeceksen? Korkma. Beni tanımayacaklar. Sen ellerine zəncir vurub var. Bağışla məni. Mənə göre oldu. Narahat olma. Məni tek narahat edir. İndi səni qucaqlaya bilmirəm. Oldu. Gözlerime bak. Düz üstüne. Bir geldi diyesen. Kimse geldi. Olmazlar ki. Sağ ol. Əziz dostum, sənə necə kömək edə bilərəm? Eləməli olduğunu elədin. Uzaqlarda məşhur olan məni gördüm. Səni qızaqladı mənim oğlu. Bir də bu kalmasa. Değerli Elifila, müdürümüzün qohumu Valedi yok. O sizinle maraqlanır. Sizi buradan çıkarmak istiyor. Siz buna yaxşı xəbər deyirsiniz. İnanmayacaksınız ama buradan getmenize en çok usulan mənəm. Mənə daha pis bir xəbər verə bilməzdiniz. Mən bir dəli kimi burada müalicə almaq istəyirəm. Dünyanın ən yaxşı həkimləri bunlardır. Səni kim? O oğlan görürsün onu. Ne yere burası?
Şahzadə Don Rhaenyra öldürür. Bəs adı nədir bunun? Florian. Yaşı 29. Bəli. Doğrulara geldiniz. Ben onu hayat yoldaşıyım. Ha, çox sarhoşsun sən. Bəs gözəlliyi mələkləri belə qısqandırır. Hey, sen benimle meşgul olsan dayak var. Belki bir işe yarar. Bu nedir? Korktun sen. Durmadan da görüşürsen. Görkem mi? Sen nəsə tanış gəlirsən. Yazsın, sən yazsan. Ya, hillecin olduğum için beni eğlenmişim. Ağıllı olsaydım da zaten beni başa çökülmezdi. Bitirin bu səfəri. Gəl əziz dostum, gedək buradan. Hər şey çox. Bayan, sizde bu katilin şəkli varmış deyirlər, düzdür? Görmək istəyirsən? İstəyirəm, hə. Ben gelmek istemiyorum. Ben korkuram. Ben bunu özümü tanıyan kim tanıyıram. Ama boşuna vaxtı senin. Tapa bilmeyeceksin onu. Dayanın. Onlarda olduğunu yalnız ben biliyorum. Ha, elədir. Evet, dayanın. Bunun orada olduğunu desem, bana ne vereceksiniz? Yeter artık. Biz dedik. Gel dostum. Hər şey çox gözəldir, biz sanmır. Bu dəli sana, bu dəlilər, bir də bu kalbası. Aman, nə qalır? Gel görün. Bana bak. Bilirsen her yere gidersen, ha? Artık yüreğim yerinden sazak şimdi ölür. Bir anlık özümü bitirdim sanki. Tüm varlığımla senin varlığından kalktı oldu. Senin ellerin bağlı. İcazə ver. Uzaklayayım seni. Rahat bırak bizi. Beni mecbur edebilmez demişti. Biz de yiyecekmiş gibi bakırsan ona. Çünkü onu öpmeyi istiyorum. Yüzüne bile bakmıyorsan biliyorsan. Sen hemşe onun arkasınca gelirsen. Gerek olur. Kesin ki getmeyesen. Ballı tort yetiştirdi beni. İndi ağrıdan kıvranırım. Ricardo, sevgilim. Aslanca gel. Burada kalma. Bu kız benim kıskancılığım arttı. Yeryüzünde kim benim kadar eziyet çekti? Hansı kadın benim kadar acı çekti? Bir delini seven, bir deli için deli olurum. Yok, yok.
sağlığını batırdı. Mən belə deyirəm. Bəssiz. Valla, ikimiz də kədərlənirik. Gedəksiniz. İşler getdikcə qarşı. Fedra, bu nədir? Niyə belə eləyirsən? İndi təyar olacaq. Hazırsan. Fedra, nə eləyirsən? Petra, haradasan? Gəl məni apar. İndi başa düşdüm. Bütün bunlar Beltrana görədir. Heç kimin görməmək üçün onları kilitləyik. Bəlkə o qadınları başlarına verək. Yox. Bütün bunlar Beltranın günahıdır. O it, o bura gələ bilməzdi. Amma mən ona göstərəcəm. Ona elə bir şey deyəcəm ki, doğulduğuna peşman olsun. Siz onu günahlandıra bilməzsiniz. O yazılı xəstədir, ağlı yoxdur. Fərqi yoxdur, əzizim. Bütün bunlar Beltranın günahıdır. Əgər sən onu vəhşi bölməyə qoysan, mən də səni pişirəcəm. Ey, Sonu! Bellarda olmaz! Alın bunu başına! Geldi sahip geldi. Ne baş verir burada? Fedra, get, bırak get. Arayın gitti o. Elli sahip buyurun. Onları muayet olun, onları kilitleyin, onlar ağırlı değiller. Onlar ağırlı değiller. Necə? Nə deməkdir? Mən gözəl deyiləm. Gözəl deyiləm mən. Ay, Fedra, bırak get. Gəl. Ben sen güzellerine bak göreceğim. Küləklər əsir, fırtınalar qopar aşıqların üstündə. Gənc qız heç bir səbəb olmadan dəli oldu. Xidmətçi qadın özünü başqa dünyada hesab edir. Bu yer bax dəlixanaya çevrilir. Görəsən mən neyniyəcəm? Həkim! Qoy həkim gəlsin, o bir çarə tapar. elli sahip. Dünyada en büyük şey ahmak kadının ağlını yitirmesidir. Hə, sağ ol. Get tez həkim çağır. Baş Doktor, Fedranı Beltran'ın ayırdı. Onlar bir-birlərini daha görmürlər. Amma o vaxtdan bəri qız nə şey yeyir, nə də bir şey içir. Yemək pisdir, çox pisdir. Zorla yedirilir. Yeməsə belə içində rəs olmalıdır. Faydası yoxdur doktor. Bütün bunlar faydasızdır. Biz həkimlər bu xəstəliyə şey deyirik. Necə? Atrofiya. Yəni laqarizasiya. Ona biraz sirkə qoxladın və təzə isti çörək yedirdin. Hətta biraz bir malaqa şərabını otun üstünə səpin və balaca Fedra onun üzərində ayaqlarını kəssin. Doktor, bəs malaqa şərabı yerinə muskat şərabından istifadə edə bilməliyik? Xeyr, əzizim, malaqa şərabı daha yaxşıdır. Yaxşı, olsun malaqa şərabı. Doktor, bir də Beltran'la görüşməyə qədər qoyulanda o birdən çökdü. Heç orası ağrımadı. Yox canım, yəni içinə qapandı mənasında. Siz melankoliyanı nəzərdə tutursunuz. Yəni ümidsiz sevgi. Doktor, siz də öləcək? Yox, nə əlaqəsi var? Yoxlayanda sizi qızdırması var idi. Sevgi dərdi yanına səbəb ola bilərmi bilmirəm amma biz həkimlər bunun adına Bu dəfə bilirəm, katarakta, hə? Yox, kataraktın nə əlaqəsi var? Reli deyil, cüzamla katalepsiya. Yəni qan kimi kəsilmə. Əsəbləşdikcə artır ya da azalır. O təsirlər
O Beltrana vurulduğu üçün bu xəstəliyə yoldu. Ha, neyləmək olar? Beltran, hamısı onun günahı, görürsən? Heç nə olmaz, heç nə olmaz. Heç neyinə var yedir, doktor? Bəlkə onları birləşdirək. Yox, yox. Dayanın, dayanın. Mən özümü göstərmək istəmirəm. Mən özümü göstərmək istəmirəm. Ölsəm daha yaxşıdır. Beltran, nə olur? Bugün günortadan sonra xəstələr ziyarətlərin önünə çıxarılacaq göstəriləcəkmiş. Mən özümü göstərmək istəmirəm. Hamınız da bağlıyam. Lütfən dərhal başlamayın. Mən üzümü göstərmək istəmirəm. Haqsız ha? Haqlısan Beltran. Qoy səni rahat buraxsınlar. Bəli, rahat buraxmalıdırlar. Qoy səni məcbur etməsinlər. Bəli, məcbur etməməlidirlər. Madam ki istəmirsən, Madam ki istəmirsən, hədiyyələri qoy başqaları yığsın. Burada dəldən bol nə var ki? bəli, dəlidən bol nə var ki burada? Adam başına bir dənə düşür. Beltran, sən mənə başqa bir işə kömək edirsən. Çox vacib işdir. Bu ağırlı adam, bu gözəl insan kimdir? Beltran, ən yaxşı dostunuzu xatırlamırsınız? Kimsən? Həkiminiz. Hörmətli böyük alim. Eviniz qarşısına baş əyərəm. Bu heç də dəli kimi görünmür. Siz həkimlər, bütün canlıların ruhunu bilirsiniz. Ha. Ancaq mən ruhumun içində nəyin yaptığını bilə bilmərsiniz. Deməli sən ruhun nə olduğunu bilirsən? Hə, əlbəttə. Üstəlik mən ruhumda başqa birinin ruhunu daşıyıram. Başqa ruhda var. Böyle var. Ha. Bir də bir şey var. Məşhur şair Salomon şeirlərində belə deyir. Kim dedi? Salomon deyir ki, bütün alimlər fikirləşirlər ki, əsas buradır. Necə? Salomon deyir da bunu, Salomon deyir ki, Bunun nə əlaqəsi var? o deyir. Kim deyir? Salomon da, onlar deyir, bu ürəyinizi yaxşı qoruyun saxlayın. Onu yaxşı qoruyun saxlayın. Onu yaxşı qoruyun saxlayın. Onu yaxşı qoruyun saxlayın. Amma filosoflar və siz həkimlər, Həkimlərə nə olur? siz isə beyin deyirsiniz. Hə. Ən yaxşı şeyi beyin hesab edirsiniz. Ya da yox. Bəli, mümkündür. Sizin fikrinizcə bu ruh və bədənin davranışları beyninə minməlidir. Mən elə düşünürəm. Bu bədən gücü, ruh gücü ilə birləşdikdə orqanlara həyat gücü verir. Əməli də güc lazımdır. Doktor, onun dediyi hər şey doğrudur. Əlbəttə, bu gənc yəqin ki, universitet professoru olur. Çünki onun dedikləri dəli olmasına rəğmən, müdrik adamdan daha müdrikdir. Beltran, Eşidirəm. ruhun nə olduğunu və harada yaşadığınızı bildiyinizə və ruhunuzda olan digər ruhla bu həqiqətə çatdığınıza görə yaxşı olmaq sizin öz əlinizdədir, Beltran. Hə, bu necə olur? Nə olar deyil mənə? Bax oğlum, yazıq Pedro sənin yüzündən dəli olur. Əgər sən ondan evlənməsən, o öləcək. Evlənmək? Ciddi? Yoxsa zarafat? Nə deyim? İki zarafatdır. Ciddi dediğimiz şeyler olsun da zarafat değil mi? Koy yavrumuz desin, gülsün, rahatlaşsın. Hə, Beltran, bu işə nə deyirsən? Nə istəyirsin? Amma bircə mənə heç göstərmirsin. Yox, narahat olma. Hiç kim seni görmeyecek. Beltran, mən səni sonra çağıracağım. Onsuz da iki ruhu var. Birini de kıza verer. Hiç ne olmaz canım. Bu bayram günündə mənim düşdüyüm hala bax. Bax, xəstələrə göstərəcəklərmiş. Bəlkə onlardan biri məni tanısa, onda necə olacaq? Ah, ayağımda səncilər çıxartdılar. Məni qaranlıq bir otağa salsaydılar, daha yaxşı olardı. Deməli buradasan. Filaf, Başa düşmürəm. Niyə heç kim mənə baş sağlığı vermir?
Sen ki bilirsən, bu toy sadəcə bir oyundur. Sən belə şeylərlə zarafat edirsən. Sən belə niyə hər dərinizdən xəbərin var? Əgər mən belə bir şey düşəmsə, şahinlər gözlərini çıxartsın. Günəş olaydı fila, başım qaldırıb sənə baxa bilməyim. Qasırğalar aparsın məni, bir də səni görə bilməyim. Ah, nə dadsız, bayat sözlər. Sənin bu lazımsızdan billərin mənim şübhələrimi daha da artırır. Heç sənin günahsız olduğuna da inanmıram. Mən onsuz sənə necə evlənmə deyə bilərəm ki? Mənim buna haqqım var. Ya sənin məni kədərləndirməyə haqqım var, hə? Səni mənə sənə bağlayan ən xırda bir bağlılığı var, hə? Mənə? Ağla məni fila, görmürsən, mənim də gözlərimə yaş dolur. Görmürəm. Yaxşı, səni xoşbəxt etmək üçün başından belə yüksəldim. Başım lazım deyil. Evinci o dilini kəsən mənə bəsdir. Onda bəlkə evliliyə həd deməzsən. Fila, mən yalnız öz toyumuzda sənə həd edəcəm. Mən toxunma. Kimsə gəlir deyirsən, nə bir səs eşidirəm. Bu arzu olunmaz vaxtda yenə kimdir gəlir? Ah, təbii ki, mənim ən yaxşı dostum Valeri. Məncə girərəm ki, qız götürməyə gəlir. Kaş ki, nə gözəl olardı. Hə, buyurun. Seni götürmeye gelmişim. Buyurun, Tommy. Sən bu quşusan, yoxsa şeytan, Bertram, hansız götürəcəksiniz məni? Utanmıyorum. Tekrar. Peki nedir? Heç bu qədər yaxşı istəyərəm gözünü. Yok ben senin vereceğini soruşmuyorum. Onun vereceğini soruşmuyorum. Sanki onunla bir yakınsılığın, bir komşuluğun var. Hamısı qohumluqdan danışır, hamısı inanırlar. Yaxşı, nə oldu bəs? Ben onsuz dayana bilmərəm. Həkimlə danışdım. Onu götürməyə icazə verir. Araba var, bu ailə gözlüyür. Nə? Demək araban gözlüyür. Sevinçlə buradan açacağım. Doğrudan. İnanın buna Elfila. Əlbəttə ki, sən çox yaraşıqlısan. Həm də mehribansan. Düşünürəm ki, məni üzməzsən. Həqiqətən də gedirsən? Məni qoyub gedəcəksən? Hə, xoşbəxt olmalı gedirəm məndə. Yaxşı, zorla gözəllik olmaz. Amma unutma, məni ölmək istəyənlər, bax, burada qalarlar. Sən Allah'ına yalvar ki, sənə affı versin. Bir də o evleneceğin kıza da mənə salam verin. Sən alçaq qadın düşkünsən. Evlenmək üçün də sən üstünlənirsən, hə? Çox xoşbəxtsən. Neyini? Qırqovlu unutup geçsə, mən də qaz yiyərəm. Qaz da yox, qaz da yox, qaz da. Sən hələ qətin o qaz yiyələrində sürükləri boğazında qalmasın. Onsuz da səni heç sevməmişdim. Ah, qalacaq qırqovlu unutup getdi. Amma inanıram kökəri girəcək. Ən azından qaz yiyəndə boğazma sümük qalıb yoxsa yox, ona baxmağa gəlməlidir. İleri, aklımla sıraya gir, sıraya düzül. Eğer öz bacağını nümayiş ettirmek isteyen varsa, buyursun. Xahiş edirəm, icazə verin, bu günün şərəfini hər kəsin önünə bir ədəd yumurtalarını qoyun. Yok, olmaz. Bugün onları korkutmayacak, yoksa bize hiç verilmeyecekler. Cenab, Tereddüt etmeden diyebilirim ki bu kasafana ben de kadın çok sevdim. Valencia'ya bu maskeyle geldiğim zaman ben denemerken çok dikkatli bu kasafana. Buraya vesiyle meşrulaştım. Burası sevgi dolu kollarını derler sansan yeri. Bence bu kasafana dünyanın möcüzeler sırasında yer almalı. Düz deyirsiz, Seyir.
Bilirsiz. Sizin hakkında danışdığım kadar tapdıqları. Mən onu görməliyəm. Onu görməliyəm və onun qarşısında diz çöküb ondan üzr istəməliyim. Dayan. Hadi sübutları nəzərdən keçir. Değersiz köle. Buraya geldin. Bu cenab kimdir? Mən də bilmirəm. Dediyinə görə heç kim tanımır buralarını. Və son zamanlarda elə köhnə dəyişən kimi salimi dəyişir. Siz bizim hastalarımıza iade etmek istiyorsunuz mu? Onlar da hiç değiller. Hizmet verirler, öyle değil mi? Yo. Korkma hiç de yoktur. Eğer onlar zarar verseler ancak özlerine zarar verirler. Bunları içtikten sonra benzetimize şükür elemek. Şükretməli olanların ağlına gəlir heç görəsən belə bir şey. Kimin əzəli? Böyük alimlər, şairlər, varlızadeganlar heç Allahın adını çəkirlər. Bakın sayım ləzzətim. O garibe kadın vaktiyle yazıcı olur. Bütün eserlerde komedya. Onsuz gülmeli adamların hamısı deli değil. Yaxşıbaş adı nədir? Əslində yaxşı bilmirəm, amma biz ona burada Bellardo deyirik. Değerli cənab. Eğer istəyirsinizsə sizə bir sürprizim var, bir show göstermek istiyorum. Mən çox xoşbəxt olarım. Götürün, bu 20 qızıl dukatı xəstələrimizə verirsiniz. Heç Çox- gəlməmək olar. Tamaşa baxmağa kim gəlməsin ki? Bəs gələndə nə görəcəklər? Dəli görmək üçün gəlirlər bura. Tamaşanın fərqinə belə varırlar. Haklısın Bella. Tamamıyla haklısın. Ben sizi müdürümüzün kardeşi kızının toyuna davet edeceğim. Ama bu tamamıyla eğlence üçündür. Hiçbir ciddiyet yok. Mən bunda iştirak edəcəyim. Çok sağ olun. Buyurun. Buyurun canım, buyurun. Doktor, dediğinizi ettim. Her şey yaxşı oldu. Necə? Evliliği diyen kimi elə bir gözünə işıq gəldi. Danışmağa başladı, yemək də yedi, su da içdi. Köhnə həkimlərin belə bir sözü var. Sevgi xəstələrini dərhal müalicə eləməyə başlamayın. Mənim dediyim müalicə ən doğrusudur. Evlənmək. Sadəcə Farhan gözləydi. Değerli müdürüm, hastalarımıza 20 kızıl dükkat veren bir cenab bu toyda iştirak etmek istiyor. İcazə verir misiniz? Buyursun gəlsin. Buyursun gəlsin, gəlsin. Buyurun. Buyurun. Hoş gəldin cənab. Gəlin budur. Əmi, onlara tapşırın ki, trubalar çalsın və rəngli salasın uçlarından. Onun qardaşının adı Yaxşı qızım, anladıq. Sakit ol. Bu mərasimdə iştirak etməyimə icazə verdiyiniz çox. Yaxşı gözleri stol başında. Aman Allah. Buyurun stollar. Buyurun cənab. Ayaqda qalsam yaxşı olar. Yo, zəhmət olmasa əyləşin. Narahat olun. Bəsmən. Mən harada oturacağım? Qoy mənim taxtım hardadır? Bir deyim. Ben haradadır? Hə, o da yaxşı. Həqiqətən, o hardadır? Bir dəqiqə. Demişdin matematik oxuyacaqlar. Mən də dirijor olmaq istəyirdim. Sən də kim? Hə, Layda, siz də şahid olacaqsınız. Nə? Mən əlimi niganı
İstəmirəm. Gedin və o nökəriniz olan noxud və kalpasalarla danışın. Dəliliyin də dadı getdi. Ən yaxşı işimə qayıdım. Deyirəm, çox ərköyün qızsanlardı. Nə istədiyini bil. Bəs sən əzizim, əlin kimi verdikləri adam sabahlar gec olmayaraq yanından qaçacaq. O səni sevmir əzizim, başqasını sevir. Yalan danışma. Qaça bilməz. Onu tutub zənciləyəcəm. Sən elə düşün. Sus! Hörmət! Hörmət istəyirəm. Ağzımızı aça bilməliyik. Yaxşı, dəli qadın. Gəl, bugün bizim toyumuz var rəqs edək. İstediğinizi aldınız. Buradayım. Yanlış anlamayın. Mən sizdən qaçmıram. Mən itirdiyim ürəyimi axtarıram. Elvira, siz niye vardınız? Məcər onun evində xoşbəxtlik tapmaq istəmirdiniz? Yanlışam. Elə dəliləyir ki, ev sahibinin ürəyində idi. Hətta mənim balaca ikim də qaçdı. Hətta baxın, bu əynindəki paltarı da mən almışam ona. İnsanın başına qısqanclıq girəndə ağıl qalır ki, mən indi başa düşürəm ki, yer üzündəki ən pis xəstəlik qısqanclıqdır. Belkan, mənim ümidim qalmadı. Mən sevdiyim ürəyimi geri istəyirəm. Belkan, Elvira! Dayan, etmə belə. evləndiniz? Hə, deyib zarladım. Sən bunu necə eləyəbildin? Etmə belə, Elvira. Hamı sən deyir. Bu oğlan dəli deyil. Nə? Özün dəli kimi aparır. Hər evdə normalde namazdan bu da. Bir qadına güvəndim. Sən niyə bunu sandın? Bir qadına güvəndim. Onu sən danışdın, ona baxın. Onu tutun, bağrına girin. Lan! Eğer onun ettiği tek şey, şahzadelerden onu öldürmekse, onu bırakın. Necə? Başa düşmürəm. Şahzadəm, hopladınız. Hiç ölmemiştim. Şahzadəm, necə olur? Siz safsınız. Siz şəhzədə Don Rainerosunuz. Özünki var. Böyüklərindən başa düşmürəm. Kim ölüb, niyə ölüb? Onda Don Floriana tərəfləri siz deyilsə, Evet. Nasıl bunlar necə olur? Hamısı bunlar Bunların hamısı oyun. Hüseyin olur. İcazə verin izah edin. Mən bunu sen yanı sınamak için. Bu güzel kıza siz de aşıktınız, öyle değil mi Florian? Həmin gecə sevgilimin yanına gedərkən gizlicə nökərim və paltarımızı dəyişdik. Bizi qorumaq üçün arkamızdan 2 muhafizəçi gəldi. Bax siz Florian, bıçağınızı mənə yox, nökərimin üstünüz. Mən yiyib onu sərdiniz yerə. Səsküyə arxadan gələn o 2 muhafizəçiyə də dedim ki, bırakın getsin. Mən də yalanı nökərimə kim aparım? Yaxşı, nökəriniz sağdır, hə? Sardı. Allaha şükürlər olsun. Beləliklə mən bütün şəhərə yaydım ki, Şəhzadə Rainero Don Floriano'nun qılıncıyla. Bilmək istədiyim bu idi. Seriya sənin vəziyyətinə mi pis olardı? Mənim ölümümə mi yazdı? Saragossadan gizlicə qaçdı. Atam hər yerə mənim qatillərimi tutmaq üçün yüzlərlə adam gəldi. Amma mən istədiyimi öyrəndim. Seriya mənim ölümümə yaz tuturdu. Artıq xoşbəxtəm. Heç vaxt itirmədən getməliyəm və sevgilimin qollarında ölməliyəm. Bir dəqiqə, mən bir şey deməliyəm. Mənim bu
haqqında danışır. Bu gözəl qız kimdir belə? Onun haqqında siz ancaq mən məlumat verə bilərəm. Yox, Siz mi verə bilərsiniz? Bəli, Dona Elfila dəli deyil. Atasını, anasını tanıyır. Evlərində qulluqçu olmuş. Onun burada nə işi var? Mənə görə oldu. Bütün günah mənimdir. Evdən qaçıb yollara düşdük. Sonra isə bu binanın qabağında dalaşdım. Hər şeyi uğradım onun. Sonra da nə edir eləsin dedim. Daha sonra isə sonra məni zorla saldılar içəri. Dona Elfila, bağışlayın günahını. Elfila kimiydi? Grafinya Dona Elfila, onun nəsil adı. Buyurun, sizdən uğradığım şeylər dünyadır. Onda Don Floriano. Siz onunla nişanlı idiniz? Biz nişanlıydık. Ama indi o məni yox. En yakın dostum. Valeri olsun. Yox. Mən bu işdə yoxam. Necə? Sen bu dünyanın en yaxşı adamısan. Valeri ya. Bəs sen şirin, güzel sevgili. Benimle evleneceksen bak elimi uzadım. Allah bilir o eli kimi uzatmamışsan. İstəyirsən ya yox. Etirazım yoktu. Ama ben o elin sahibi Onsuz da sevdiği qadına mən istəyirsən mi deyən kişi dəlidir. Çünki sevdiği qadını çəkib alır. Hər şey onun bana qayıtsa. Mən burada dünənlər qaldım. Amma görmürüz ki, o gizdir, dəlidi, ağzıdır. Valerio, sen sevme edirsən. Mən dəli deyirəm. Bunların hamısı sadəcə kiçik bir oyundur. Həyatımızı bu kimi kiçik saatlar bəzəmək edər. Və unutma ki, evlənənə qədər də kişi qadının sevgisindən şübhələnməlidir. Bəs mən nə olacam? Təbii ki, heç kəs məni düşünmür. Durun gözəldir. Mən də sənə deyim. İstəyərdim mi? Təbii ki, sizinlə evlənmək istərdim. Amma yalnız Mənim adım Yalandır. Amma valideynlərim məni Apollon kimi təqdim. desələ, mən əsl Apollonla tanışmışam. Qoy mənim qanunum. Mən də özümü alacağım. Məni də. Bizi də.
Abbaszadə.